Salam, hər vaxtınız xeyir. Trigonometrik tənliklər mövzusunda 124 nömrəli suala baxırıq. Tənliyi həll edin deyir. Deməli, bizə verilib ki, tangens 3x vurulsun kotangens x minus pi böl 3 bərabərdir 1-ə. Biz bilirik ki, tangens alfa vurulsun kotangens alfa hasili 1-ə bərabərdir. Yəni, bunların argumentləri bir-birinə bərabər olmalıdır. Burada da biz eyni şeyi tətbiq etsək, yaza bilərik ki, 3x bərabərdir x minus pi böl 3 və dövrüdə pi k. 3x minus x bərabərdir mənfi pi böl 3 üstəgəl pi k. Buradan 2x bərabərdir mənfi pi böl 3 üstəgəl pi k-ya. X-i tapmaq üçün hər tərəfi 2-yə bölürük. Mənfi pi böl 6 üstəgəl pi k böl 2. Bizdən də elə tənliyin həllini soruşur. Tənliyin kökü A variantı düzgün cavabdır. İndi baxaq 125 nömrəli suala. 125 nömrəli sualda tənliyi ödəyən x-in ən kiçik müsbət qiymətini soruşur. Sinus 2x minus 45 bərabərdir kosinus 60 minus x. Burada nə edirik? Sinus 2x minus 45-i olduğu kimi saxlayırıq. Sağ tərəfdəki kosinusu da sinusdan ifadə edirik. Yəni, kosinus 60 minus x-in yerinə yaza bilərəm ki, sinus 90 minus 60 minus x şəklində. Çünki biz bilirik ki, yuxarıda yazım, biz bilirik ki, məsələn, deyək ki, kosinus 37 dərəcə. Biz bunu sinus 90 minus 37 kimi yaza bilərik. Çünki sinus 90-da adını dəyişir, elə kosinus 37 alınır. Bu da eyni şəkildə belə yazılır. İndi sol tərəf olduğu kimi qalır. Sinus 2x minus 45 bərabərdir. Sağ tərəfdə sinus 90-dan 60 minus x-i açsaq bunu, elə sinus 30 üstəgəl x alınır. Sinus 30 üstəgəl x. İndi sağ tərəfdəki ifadəni keçiririk sol tərəfə. Sinus 2x minus 45 minus sinus 30 plus x bərabərdir 0-a. İndi bizə lazımdır sinus alfa minus sinus beta düsturu. Sinus alfa minus sinus beta bərabərdir. Deməli olacaq 2 sinus alfa minus beta böl 2 vurulsun kosinus alfa plus beta böl 2. Buna əsasən, bu düstura əsasən yerinə qoysaq, alarıq ki, 2 sinus 2x minus 45-dən çıxıram 30 plus x, yəni minus 30 minus x böl 2 vurulsun kosinus, bir dəfə də toplayıram. 2x minus 45 ilə 30 plus x-i toplayırıq. Bərabərdir 0-a. Çünki sağ tərəfdəki ifadəni sol tərəfə keçirib 0-a bərabərləmişdik. Bundan sonra 2 sinus sürəti hesablasaq, alaraq ki, deməli, x minus 75 böl 2 vurulsun kosinus 3x minus 15 böl 2 bərabərdir 0. Hasilin 0 olması üçün biz bilirik ki, bunların hər biri ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Hər birini ayrı-ayrılıqda 0-a bərabər etsək, yəni sinus x minus 75 böl 2 bərabərdir 0. Burada nəyi yadımıza salırıq? Sinus x bərabərdir 0 tənliyin xüsusi halıdır. Deməli, x bərabər idi pi k-ya. Burada da eyni qaydada bizim x-imiz x minus 75 böl 2-dir. Bərabər edirik pi k-ya. Buradan x minus 75 bərabərdir 2 pi k. X də olacaq 75 üstəgəl 2 pi k-ya. 75 üstəgəl 2 pi k. Digərini yazırıq. Eyni qaydada kosinus 3x minus 15 böl 2 bərabərdir 0. Buradan yadımıza salaq ki, kosinus x bərabərdir 0 tənliyinin həllini x bərabərdir pi böl 2 üstəgəl pi k. Buna əsasən 3x minus 15 böl 2 bərabərdir pi böl 2-nin yerinə elə 90 yazıram. 90 üstəgəl pi k. Çarpaz vursaq 3x minus 15 bərabərdir 180 üstəgəl 2 pi k-ya. 3x bərabərdir 195-ə üstəgəl 2 pi k olduğu kimi qalır. X də bərabərdir 195-i 3-ə böləndə verir bizə 6 dəfə 18, 65 üstəgəl 2 pi k böl 2. Bizdən ən kiçik müsbət kökünü soruşur. Müsbət olanda k-ya 0 veririk.
Burada 75 olacaq, burada 65, kiçiyi 65'dir. Yəni C variantı doğru cavabdır. Baxırıq 126 nömrəli suala. Deməli verilib ki, sinus 4x bölünsün 1 minus tangens x bərabərdir 0. Bu kəsirin qiymətinin 0 olması üçün bunun sürəti 0 olmalıdır. Yəni sinus 4x bərabərdir 0-a. Məxrəc isə 0-dan fərqli olmalıdır. Sinus 4x bərabərdir 0 tənliyinin həlli 0 alır pi k-dan. X olacaq pi k böl 4. Digər tərəfdən tangens x fərqlidir 1-dən. X də fərqlidir pi böl 4 üstəgəl pi k-dan. İndi hər ikisində k-nın yerinə qiymət qoyacağıq. K-ya 0 verəndə bizə deyir ki, 0, 2 pi aralığına daxil olan qiymətlər. X olacaq 0. K-ya 1 verəndə x olacaq pi böl 4. K-ya 2 verəndə x olacaq pi böl 2. K-ya 3 verəndə x olacaq 3 pi böl 4. K-ya 4 verəndə x olacaq, k-ya 4 verəndə 4'lər gedir, pi. K-ya 5 verəndə x olacaq 5 pi böl 4. K-ya 6 verəndə x olacaq 6 pi böl 4. İxtisar etsək 2-yə 3 pi böl 2. K-ya bir də 7 verə bilərik. Bu zaman x olacaq 7 pi böl 4. 8 verə bilmirəm. Çünki 8 versək 2 pi olur. Burada da 2 pi-ni almır. Deməli, k-nın 7-də qiymətlərini dayandırırıq. İndi ikincisini hesablayaq. K-ya 0 versəm, k-ya 0 versəm, x fərqlidir pi böl 4-dən. Çünki burada 0-a gedir, x pi böl 4 ala bilməz. Deməli, bu sıradan pi böl 4-ü çıxıram. K-ya 1 verirəm, x fərqlidir pi böl 4 üstəgəl pi. Yəni, olacaq 5 pi böl 4. Deməli, x 5 pi böl 4'ü də ala bilməz. Ona görə bunu da çıxdım. K-ya artıq 2 verə bilmirəm. Çünki 2 versəm, bura 2 pi, üzərinə də pi böl 4 gələndə bu aralıqdan kənara çıxır kök. Ona görə k-ya 0-a 1 versəm kifayətdir. Bir də əlavə olaraq biz bilirik ki, tangens, deməli, 90 dərəcədə və 270 dərəcədə təyin olunmayıb. Yəni, bu tangens x-in yerinə pi böl 2 də qoya bilmərik biz. Bunu da çıxırıq buradan. Bir də burada 3 pi böl 2 var. Bunu da çıxırıq. Çünki tangens həmin qiymətlərdə təyin olunmayıb. Ona görə neçə qiyməti var? 1, 2, 3 və 4. Deməli, bu aralığa daxil olan həmin tənliyin 4 kökü var. Düzgün cavab olacaq B variantı. 127 nömrəli suala baxarıq. Aralıqda neçə kök var deyir verilmiş tənliyin. Deməli, verilib bizə 2 sinus 2x minus 5 kosinus 2x üstəgəl 3 sinus x kosinus x bərabərdir 0. Bu tənliyin hər tərəfini sinus 2x-ə bölürük. Sinus 2x-ə böl. Sinus 2x-ə böləndə alınır 2 minus 5 kotangens 2x üstəgəl 3 sinus x kosinus x-i, deməli 3 sinus x kosinus x-i. Böləndə sinus 2x-ə, yəni 2 sinus x kosinus x-də açılışı bərabərdir 0 da sinus 2x-ə böləndə 0. Burada sinus x kosinus x-lər gedir. 2 minus 5 kotangens 2x üstəgəl 2-də 3 bərabərdir 0-a. 2, bu da 1,5, 3,5 bərabərdir 5 kotangens 2x. Kotangens 2x bərabərdir 5-də 3,5. Vergül sağ tərəf atsaq məxrəcə 0 gəlir. 7, bu da 10 deməkdir. Gəlin bunu tangensini hesablayaq. Kotangens 2x onda 7-dirsə, tangens 2x bərabərdir olacaq 7-də 10. Deməli, davam edirik. Tangens 2x bərabərdir 7-də 10. Buradan da 2x bərabərdir. Biz bilirik ki, 7-də 10'u aldığı, yəni bucaq yoxdur cədvəldə. Ona görə olacaq arc tangens 7-də 10. Üstəgəl dövrüdə pi k. Deməli, baxaq qiymətləri müqayisə eləməyə. Məsələn, biz bilirik ki, əvvəlcə bu 7-də 10'a baxaq. 7-də 10 təqribi olaraq nəyə bərabərdir? Bir dəfə, deməli,
30'da da 7 4 dəfə, 28, 20'də də 7 2 dəfə. Məsələn, bu qədər bəsdir. Yəni təqribən 1/42-yə bərabərdir. İndi qiymətlərə baxaq. Tangens 30'da alır kök 3 böl 3. Tangens 45'də alır 1 və tangens 60'a baxsaq, bərabərdir nəyə? Kök altda 3'ə, bu da 1/7'yə bərabərdir. 1/42 təqribən bilir ki, biz bu iki dərəcənin arasında yerləşir, düzdürmü? Yəni 45-dən 60'ın. Bu aralıqdan bir ədəd götürə bilərik. Məsələn, 50 və yaxud da 55 dərəcə. Hansı daha yaxındır? Məsələn, 50-ni götürə bilərik ki, 55 fərqi yoxdur. Və yaxud da bir 2-yə bölünən bir ədəd götürək, 54 götürək. Məsələn, 2x bərabərdir. Bu ədədin yerinə yazıram ki, 54 dərəcə. 54 dərəcə. Üstə gəl pi k. Buradan x-i tapsaq, 54-ü 2-yə böləndə 27, üstə gəl pi k böl 2. İndi bizə deyir ki, 0, pi böl 2 aralığında neçə kökü var? K-ya 0 verəndə x olacaq elə 27. K-ya 1 verəndə x 90'dan böyük olur. Ona görə 0, pi böl 2 aralığına düşən bir kökü var. O da 27 dərəcə. Yəni bizə dəqiq kök lazımdır. Köklərin sayı soruşulur. Cavab D variantı. 128 nömrəli suala baxırıq. Tənliyin ən kiçik müsbət kökünü soruşur. Kosinus 3x minus 30 bərabərdir mənfi sinus x-ə. Kosinus 3x minus 30'dan işimiz yoxdur. Amma bu sağ tərəfdəki mənfi sinus x almaq üçün kosinusdan istifadə edəcəm. Deməli, kosinus yazıram ki, 90 üstə gəl x. Çünki 90 üstə gəl x ikinci rübdür və kosinus ikinci rübdə mənfidir. Və kosinus 90'da adını dəyişir, yəni sinus x olur. Yəni belə desək, kosinus 90 üstə gəl x bərabərdir mənfi sinus x-ə. Biz mənfi sinus x-in yerinə bunu yazdıq. İndi sağ tərəfdəki ədədi keçirdirəm sol tərəfə. Kosinus 3x minus 30 minus kosinus 90 üstə gəl x bərabərdir 0. Davam edirik. Deməli, biz istifadə etməliyik nədən? Kosinus alfa minus kosinus beta düsturundan bərabərdir. Olacaq mənfi 2 sinus alfa plus beta böl 2 və sinus alfa minus beta böl 2. Bu düstura əsasən yazırıq ki, mənfi 2 sinus, bir dəfə bucaqları toplayıram, 3x minus 30'dan 90 plus x-i toplayıram, bölürəm 2-yə. Bir dəfə də çıxıram bunları, yəni 3x minus 30'dan 90 plus x-i çıxıram, minus 90 minus x olur, böl 2, bərabərdir 0. Buradan alırıq ki, mənfi 2 sinus 3x-dən x 4x üstə gəl 60 böl 2. Vurulsun sinus 2x minus 120 böl 2 bərabərdir 0. Deməli, biz bilirik ki, bu hasilin 0 olması üçün bunların hər bir ayrı-ayrılıqda 0 olmalıdır. Yəni, bu mənfi 2, yəni hər tərəf mənfi 2-yə böləndə 2'lər gedir onsuz. Sinus 4x üstə gəl 60 böl 2 bərabərdir 0'a. Biz bilirik ki, sinus x 0'ı nə zaman alır? Pi k'da. 4x plus 60 böl 2 bərabərdir pi k'ya. Buradan çarpaz vursaq, 4x üstə gəl 60 bərabərdir 2 pi k'ya. Olacaq 4x bərabərdir 2 pi k minus 60 və yaxud da yerlərini dəyişib, yəni bu cür yazılış doğru deyil. Yəni mənfi 60 üstə gəl 2 pi k yazılması daha doğrudur. Hər tərəfi 4'ə böləndə mənfi 15 üstə gəl 2 pi k'nı da 4'ə böləndə olacaq pi k böl 2. İndi ikinciyə baxırıq. Sinus 2x minus 120 böl 2 bərabərdir 0'a. Buradan 2x minus 120 böl 2 bərabərdir pi k'ya. 2x minus 120 bərabərdir 2 pi k. Buradan da 2x bərabərdir 120 üstə gəl 2 pi k. Hər tərəfdə 2'yə böləndə 60 üstə gəl pi k. İndi görək bizdən nə soruşur. Bizdən soruşur ki, ən kiçik müsbət kökünü tap. Müsbət kökü hər ikisini də qoya bilərik. Burada k'ya 1 verəndə x olacaq mənfi 15 üstə gəl 90, yəni 75. Digər tərəfdə k'ya 0 verəndə x olacaq 60 dərəcə. Kiçik kök deməli 60'dır. Baxaq varmı variantlarda?
C variantı. %129 nömrəli suala baxırıq. Aralıqda neçə kök var deyir, verilmiş tənliyin. Biraz ailə çox uzun olacaq. Əvvəlcədən deyim. 4 kosinus kvadratı x üstəgəl 3 vurulsun. Tangens kvadratı x-in yerinə yazıram. Sinus kvadratı x böl kosinus kvadratı x bərabərdir 4. Ortaq məxrəc kosinus kvadratı x. Olacaq 4 kosinus 4-cü dərəcədən x üstəgəl 3 sinus kvadratı x bərabərdir 4-ə. Çarpaz vururam 4 kosinus 4-cü dərəcədən x üstəgəl 3 sinus kvadratı x bərabərdir 4 kosinus kvadratı x və burada kosinus x məxrəcdə olduğuna görə sıfırdan fərqlidir şərtini də unutmuruq. 4 kosinus 4-cü dərəcədən x üstəgəl 3 vurulsun. Sinus kvadratı x-in yerinə yazıram 1 minus kosinus kvadratı x. Və bunu da sol tərəfə keçirsək minus 4 kosinus kvadratı x bərabərdir 0. 4 kosinus 4-cü dərəcədən x minus 3 kosinus kvadratı x minus 4 kosinus kvadratı x plus 3 bərabərdir 0. Bunu vurub açdım, sadəcə yerlərini dəyişdim mən birbaşa. 4 kosinus 4-cü dərəcədən x minus 7 kosinus kvadratı x üstəgəl 3 bərabərdir 0. Kosinus kvadratı x-ə bir t deyirik. Olacaq 4t kvadratı minus 7t üstəgəl 3 bərabərdir 0. Bunun köklərini viyyətdən tapmaq olmur, yəni tapa bilmirik. Diskriminantla və yaxud da belə vurğular ayırmaqla da tapmaq olar. Yəni mən bu cür daha sadə tapıram. 4t minus 3 ilə t minus 1. Biz bilirik ki, hasil 3-dürsə, yəni burada ya 3 olmalı, ya 1 olmalıdır. 4t kvadratını almaq üçün ya 2t-ni 2t-yə vurmalıyam, ya da 4t-ni t-yə vurmalıyam. Yəni bu cür rahatlıqla ayırmaq olar vurğulara. Təbii ki, yoxlayırıq, yəni düzgün alınırmı? Mənim yazdığım kimi vurub açanda alınır, yəni bərabərdir 0. Buradan ayrarlıqda 0-a bərabər edirik. 4t bərabərdir 3-ə. T olacaq 4-də 3. Digərdə t minus 1 0, t olacaq 1. T olacaq 1. Deməli, aparıb yerinə qoyuruq. Kosinus kvadratı x bərabərdir 4-də 3-ə. Kosinus kvadratı x-i dərəcə azaltma ilə açırıq. 1 üstə gəl. Kosinus 2x böl 2 bərabərdir 4-də 3-ə. 4-ə vursaq hər tərəfi. 2 üstə gəl 2 kosinus 2x bərabərdir 3. 2 kosinus 2x bərabərdir 1. Kosinus 2x bərabərdir 2-də 1. Bu tənliyin həlli 2x bərabərdir 2-də 1-i nə zaman alır? 2-də 1-i alır 60 dərəcədə pi böl 3. Üstə gəl dövrüdə 2 pi k. X tapmaq üçün hər tərəfi 2-yə bölürəm. Pi böl 6 üstə gəl pi k. Bu birinci kökü. İkinci, kosinus kvadratı x-ə bir dəfə də 1 deyirəm. Yenə eyni qaydada 1 üstə gəl kosinus 2x böl 2 bərabərdir 1-ə. 1 üstə gəl kosinus 2x bərabərdir 2-yə. Kosinus 2x bərabərdir 1. 2x-ə bərabərdir 1-i nə zaman alır? Deməli 1-i alır 2 pi k-da. X olacaq pi k. İndi bizə deyir ki, 0 pi aralığına düşən köklər. Bir dəfə x-ə, yəni bu kökləri ayırıram. Bir dəfə müsbət pi böl 6 üstə gəl pi k deyirəm. K-ya 0 verəndə x olur pi böl 6. Pi böl 6 kökdə bura düşür. Bu birinci kök. Bir dəfə də x-ə mənfi pi böl 6 üstə gəl pi k kimi yanaşıram. K-ya 0 vermirəm, çünki mənfi kök olur. Mənə müsbət köklər lazımdır. Burada k-ya 1 verirəm. K-ya 1 verəndə x olur mənfi pi böl 6 üstə gəl pi. Yəni 30, 180, 150 dərəcə olur da. 150 dərəcə. 150 dərəcədə bura düşür. Deməli, başqa varmı? Burada k-ya 1 falan başqa bir ədədlər verə bilmirəm. Çünki bu aralıqdan kənara çıxır. 2 dənə kökü var. Pi böl 6 ilə 150 dərəcə. Hər ikisi bura düşür. Burada isə yerinə qoymaq ehtiyac yoxdur. Çünki k-ya 0 da versən, 1 də versən bu aralıqdan kənara çıxır. Deməli, tənliyin 2 kökü həmin aralığa düşür. Olacaq düzgün cavab D variantı.